komandanın baş məşqçisi Kamran Əli Babayevdir. Yerli Neftçala komandasının heyəti isə bu cürdür. 12 Davud Kərimi, 4 Orxan Məmmədov, 5 Musa Rəhimov, 10 Abdülkadir Öz, 13 Nakim Vəliyev, 17 Elnur Zeynov, 20 Akşin Əşimov komandanın kapitanı, 22 Rəşad Orucov, 33 Samir Abdulov, 55 Qeyrət Əliyev, 85 Rüfət Musayev komandanın baş məşqçisi Kamal Ələkbərovdur. Dövlət ilmi səsləndirilir Neftçala şəhər stadionunda və bir qədər sonra görüşə start veriləcək. Respublikamızın dövlət himni səsləndirildi. Neftçala şəhər stadionunda və artıq futbolçular meydanda bir-birlərini salamlayırlar. Görüş öncəsi, görüşün hakimlər briqadası da sizi tanış etməz tamaşaçılar. Maçı milli dərəcəli referi Orxan Məmmədov idarə edəcək. Ona yan xətt hakimləri Vaqif Musayev və Zeynal Zeynalov kömək edəcəklər. Görüşün 4-cü ehtiyat hakimi isə Mahir Məmmədovdur. Şaxtaq komandası haqqında da sizə məlumat verin turnir cədvəli haqqında. Şaxtaq hazırda turnir cədvəlində 4-cüdür. 19 oyundan sonra 10 qələbə, 5 keçə və 4 məğlubiyyət alıb indiyə qədər. Şaxtaq və 35 xal toplayıb. Neftçaladan 10 xal geri qalır. Təbii ki, Neftçala komandası bugün qələbə qazanacağı təqdirdə ilk 2 pillədə qərarlaşan Qaradağ, Lökbatan və Ağsuya çatmağa çalışacaq. Hətta qələbə qazanacağı təqdirdə Ağsunu turnir cədvəlində qabaqlayacaq 48 xalla. Ancaq Ağsunun da 18 oyun keçirdiyini diqqətə çatdıraq. Yəni 3 komandanın liderlik yolunda mübarizəsi davam edəcək. Neftçala komandası qələbə qazanacağı təqdirdə Şaxtaq isə təbii ki 4-cü pillədəki mövqeyini möhkəmləndirə bilər qələbə sayəsində. Digər pillələrdə qərarlaşan komandalar isə bunlar da 5-ci sırada Tərəqqi komandasıdır. Hazırda 6-cı Mərkəzi Ordu İdman Klubu, 7-ci Bakılı, 8-ci Şuşa, 9-cu Qala, 10-cu Lokomotiv, 11-ci Energetik, 12-ci Göyəzən və 13-cü sonuncu pillədə Şəmkir kollektivi qərarlaşıb. Şəmkirin aktivində cəmi 7 xal var 18 oyundan sonra. Görüşə Şaxtaq futbolçuları mərkəzdən başlayırlar və oyuna start verilir. Kapitan İsabala İsrafilov topu geri götürdü. Elşən Əliyevdən irəliyə uzun ötürmə və indi top yan xəttdən çıxarılır Neftçala futbolçuları tərəfindən. Neftçala komandası təbii ki doğma azarkeşləri qarşısında inamlı çıxış edərək qələbə qazanmağa çalışacaq. Heyətdə kifayət qədər təcrübəli futbolçular var. Elə komandanın 10 nömrəli oyuncusu Abdülkadir Özün adını çəkmək yerinə düşər. Bir qədər sonra bu oyuncu haqqda sizə
ətraflı məlumat verəcəm. Hazırda sağ cinahdan Neftçala futbolçulara hücum təşkil etməyə çalışırlar. Lakin burada Şıxqayıb topa daha yaxındır və o topu uzaqlaşdırır. Oyundan kənar vəziyyəti yoxdur. Qapı qarşı ötürmə edilir. Təhlükəli hücum ola bilər və daha bir ötürmə. Sol cinaha doğru Neftçala futbolçularının hücumu davam etmədi. Samir Abdulova ötürmə dəqiq olmur Elnur Hüseynovdan. Və indi Şaxtaq futbolçuları əks hücumda rəqibi yaxalamağa çalışdılar. Qurulan hücum istənilən kimi alınmadı. Görüşdə ikinci dəqiqə gedir. Neftçala Şaxtaq maçında və Elnur Hüseynov yan xətdən topu oyuna daxil etdi. İndi Şaxtaq futbolçuları hücum qıracaqlar. İqrar Səmədov irəli ötürür topu. Hücum sağ cinahdan təhlükəli ala bilər. Qapı qarşı ötürmə. Müdafiədə sayıq oynayır Neftçala futbolçuları və Abdülkadir öz indi topu irəli ötürür. Lakin müdafiədə Timur İsrafilov səhvə yol vermədi. Abdülkadir öz bir qədər əvvəl yaxşı ötürmə etmişdi komanda yoldaşına. İqrar Səmədov top yan xətdən çıxır məhz İqrar Səmədovdan. Elnur Hüseynov Neftçala komandasının sol cinah müdafiəçisi yan xətdən top oyuna daxil etdi və növbəti dəfə outdan məhz meydan sahibləri top oyuna daxil edirlər. İlk dəqiqələrdən üstünlüyünü ortaya qoymağa çalışır Neftçala futbolçuları və qeyd edim ki, hazırda birinci divizyonda Neftçala komandasının 2 futbolçusu bombardirlər siyahısında qərarlaşırlar. Ən sərrast futbolçular arasındadılar. Bəxtiyar Fəzai hazırda ehtiyat oyuncular arasında olan futbolçu 12 gol vurub. Akşin Həşimov isə komandanın kapitanı isə 11 golla yadda qalıb və Samir Abdulovun aktivində 7 gol var. Ən çox gol vuran futbolçu isə Ağsu komandasının hücumçusu Nicat Tağıyevdir. İsabalay İsrafilov topu irəli götürür, lakin hələ ki Şaxtaq futbolçuları mərkəz xətti keçməkdə çətinlik çəkirlər. Timur İsrafilov topun meydandan çıxmasına imkan verir və qapçı Vaqif Şirinbəyov qapıdan zərbə ilə topu oyuna daxil edir. Orxan Məmmədov topun yerindən oyuna daxil edilməsini istəyir. Yan xətt hakimi bunu baş hakimə bildirdi. Şirinbəyov top oyuna daxil etdi. Şaxtaq futbolçuları indi mərkəz xəttə topu ələ keçirməyə çalışırlar. Musa Rəhimov topu qapçısını ötürmüşdü. Daha bir ötürmə irəliyə doğru Akşin Hüseynov istiqamətində, lakin burada da Şaxtaqın müdafiəçiləri sayıq oynadılar. Elnur Hüseynov qaydanı pozur Əsəliyevə qarşı. Daha çox meydanın mərkəzi uğruna mübarizə aparır tərəflər. Təbii ki, Şaxtaq futbolçuları mərkəzi rəqibə vermək niyyətində deyirlər. İndi kəskin əks hücum ola bilər. Qapçı Davud Kərimi topu tutur. Neftçala komandasının qapçısı da kifayət qədər təcrübəli bir golkiperdir. Belə ki, uzun müddət Premier Liqada Rəvan komandasının əsas qapçısı kimi çıxış edib bu golkiper. Eyni zamanda bir müddət əvvəl Mərkəzi Ordu İdman Klubunun qapçısı kimi də Premier Liqada oynayıb Davud Kərimi. İndi sol cinahdan təhlükəli hücum alına bilər. Samir Abdulovdan qaban ötürməsi Akşin Həşimova. Həşimov Neftçalanın kapitanı topu bir qədər geri götürür və daha sonra hücumu davam etdirə bilmədi Nakim Əliyev. Əvəzində Şaxtaqın sol cinahdan hücumu başlayır. Elişən Əliyev irəliyə ötürmə. İsabala İsrafilov qayda pozulur.
Şaxtar komandasının futbolçusuna qarşı kobud oyun var idi və məhz bu epizodda Orxan Məmmədov görüşü dayandırır. Musa Rəhimov qaydanı pozmuşdu. Kamran Əlibabayev ekranlarınızda gəldi. Şaxtar komandasının baş məşqçisi cərmə zərbəsindən topu oyuna qonaqlar daxil edirlər. İsabala İsrafilov, Şaxtarın kapitanı topu oyuna daxil etdi. Qapı qarşı türmə. Musa Rəhimov təhlükəni uzaqlaşdırır. İsrafilov. Hücum davam edəcək. Yusifzadə top hələ gözündə çox yaxşı saxlayır, lakin sonda topu ondan ala bildi Neftçala futbolçuları. Həşimov. Qayda pozulub. Akşin Həşimova qarşı. Elnur Hüseynov. Neftçala futbolçularının hücumu istənilən kimi alınmır və yan xəttdən qonaqlar topu oyuna daxil edirlər. İqrar Səmədov. Orxan Məmmədov topu uzaqlaşdırır. Sərxan Ağayev. Top hələ ki Sərxan Ağayevdədir. 3 rəqib arasından çıxmağa çalışdı, lakin istəyini reallaşdıra bilmədi o. Faiq Ağa Rəhimov isə topu Elnur Hüseynova vuraraq meydandan çıxarır. Görüşdə 8-ci dəqiqə gedir və hələ ki hesab açılmayıb. Neftçala komandası indi daha bir hücum qurmağa çalışdı, lakin meydan sahiblərinin bu hücumu da istənilən kimi alınmadı. Qeyd edim ki, Neftçala futbol klubu ilk dəfə Anşat Petrol adı ilə 2004-cü ildə Neftçalada yaradılıb. Daha sonra 2011-ci il 23 fevral tarixinə qədər məhz komanda bu adla çıxış edib, ancaq 2011-ci il fevral ayında komandanın adı dəyişərək Neftçala adlandırılıb və məhz həmin tarixdən sonra 1-ci divizionda komanda uğurla çıxış etməyə başlayıb. Hətta ötən mövsümü qeyd edim ki, Neftçala komandası 2-ci pillədə başa vurub, 55 xal toplayıb. 26 oyundan sonra 16 qələbə, 7 heçişə və 3 məğlubiyyətlə 55 xalla Neftçala 1-ci divizyonu 2-ci pillədə başa vurmuşdu. Orxan Məmmədov. Elnur Hüseynov. Faiq Ağa Rəhimov. Topu özündən xeyli irəli buraxdı və nəticədə indi yan xəttdən meydan sahibləri topu oyuna daxil edirlər. 10-cu dəqiqə başlayır. Nərman Nərmanov adına Neftçala şəhər stadionunda. Akşin Həşimov zədə aldı bu epizodda və komanda yoldaşları top meydandan çıxarırlar. Qayda da pozulmuşdu məhz bu epizodda, bəli. İki kapitan qarşılaşdı. İsabala İsrafilov kobud oynamışdı rəqibə qarşı. Abdülkadir Öz cərmə zərbəsindən topu oyuna daxil edir. Qapı qarşı türmə. Top meydandan çıxarılır. Vüqar Əsəliyev tərəfindən və küncdən zərbə ilə indi Abdülkadir topu oyuna daxil edəcək. Neftçala komandasının 10 nömrəli futbolçusu, ən təcrübəli oyuncularından biri. Karyerasında Beşiktaş və Kasımpaşa kimi komandalar var. Abdülkadir Özün küncdən zərbə yerinə yetirilir. Qapı qarşı türmə və top qapı xəttindən çıxır. Küncdən zərbə olacaq, növbəti küncdən zərbə. Neftçala futbolçuları gol vurmaq üçün irəliyə atılıblar. 11-ci dəqiqə başlayır qarşılaşmada. Abdülkadir Öz. Qapı qarşı türmə və Vaqif Şirinbəyov bu epizodda topu tutur. Orxan Məmmədovun fərqlənməsinə imkan vermədi.
Elmur Hüseynov. Abdülkadir Öz. İrəliyə. Ötürmə. Akşin Həşimov. Həşimov. Rəqibini keçməyə çalışdı, lakin onun cəhdi alınmır. İqrar Səmədov. Topu yan xətdən oyuna daxil edir. İsrafilov. Sol cinaha ötürmə. Şahdağ futbolçuların hücumu alınmır və mərkəz xəttə qayda pozuldu. Məhz elə qonaqlar tərəfindən təkrara bir daha izləyək. Elə burada qayda pozulmuşdu. Samir Abdulov. Elmur Hüseynov. Orxan Məmmədovdan irəliyə ötürmə. Timur İsrafilov burada sayıqlığı əldən vermədi. Faiq Ağarəhimov. Səmədov. İqrar Səmədovdan irəliyə ötürmə və topa daha yaxın olan Neftçalanın müdafiəçisi Orxan Məmmədovdur. Şahdağ futbolçuları yan xətdən topu oyuna daxil edirlər. 13-cü dəqiqə gedir görüşdə. Hələ ki, qapılar qarşısında təhlükəli vəziyyətlər yaradılmayıb. Topa daha çox sahib olmağa çalışansa yerli Neftçala komandasının futbolçularıdır. Eşən Əliyev topu sol cinaha ötürür. Qapı qarşısını ötürmə və onun topu ötürdüyü yerdə heç bir komanda yoldaşı yox idi. Davud Kərimi qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Deydim ki, bu qapçının qardaşı Natiq Kərimi isə hazırda Ağsu komandasının şərəfini qoruyur. Kərimi topu qüvvətli zərbə ilə irəliyə vurdu. Əsəliyev. Faiq Ağarəhimov. Sağ cinatdan hücum davam edir və daha bir ötürmə qapı qarşısına top uzaqlaşdırıldı Musa Rəhimov tərəfindən. Ağarəhimov. Samir Abdulov. Sağ cinaha uzun ötürmə və Neftçalanın hücumu istənilən kimi alınmadı. Eşən Əliyevlə Şahdağ futbolçularının hücumu başlayır. İlk dəqiqələrdən elə də fəal deyildi. Qonaqlar ancaq dəqiqələr irəlilədikcə 15-ci dəqiqə gedir artıq və Şahdağ futbolçuları oyunda ilk dəfə küncdən zərbə ilə topu oyuna daxil edəcəklər. Hücumları səngidi bir qədər. Sanki meydan sahiblərinin və bundan istifadə etməyə çalışır qonaqlar. İsavala İsrafilov qapı qarşısını ötürmə edir və burada Davud Kərimi sayıqlığı əldən vermədi. Akşin Həşimov çox sürətlidir. Həşimov cəbri medaçasına daxil olur. Akşin Həşimov qapı qarşı ötürmə edilir və son anda Eşən Əliyev topa toxundu. Çox təhlükəli əks hücum quruldu Neftçala futbolçuları tərəfindən. Akşin Həşimov rəqiblərini çox yaxşı keçdi, sürətdə rəqiblərini qabaqladı, ancaq son ötürmə alınmadı. Abdülkadir Öz küncdən zərbə ilə topu oyuna daxil edir. Öz qapı qarşı ötürmə edir. Qapçı yumruğuyla topu uzaqlaşdırdı və Vüqar Əsəliyev indi zədə alıb təkrar ötürmə qapı qarşısında. Şıxqayıbov bu dəfə inamlı oynayır. Qayda pozulub. Neftçala komandasının futbolçusuna qarşı kobudluğu qeydə alır Orxan Məmmədov və
cərimə zərbəsi yerinə yetiriləcək. Abdülkadir Öz topun yanındadır və hazırda Vüqar Əsəliyev ayağa qalxmağa çalışır. Hazırda Neftçala komandasının baş məşqçisi ekranlarımıza gəldi. Kamal Ələkbərov. Cərimə zərbəsi yerinə yetiriləcək bir qədər sonra. Hələ ki Vüqar Əsəliyev ayağa qalxa bilməyib. Məhz bu epizodda zədələnmişdi Vüqar Əsəliyev. Həkimlər meydandadırlar və ona tibbi yardım göstərilir hazırda. Görüşdə isə 18-ci dəqiqə başlayır. Cərimə zərbəsini Toxçumanki ilə Abdülkadir Öz yerinə yetirəcək. Vaqif Şirinbəyov qapısında diqqətlidir. Canlı sətdə 4 futbolçu var. Orxan Məmmədov işarəsini verir. Abdülkadir Öz qapıya zərbə indirdi, lakin top telin üstündən keçir. Şirinbəyov qapıdan zərbə ilə topu oyuna daxil etməyə hazırlaşır. 19-cu dəqiqə gedir qarşılaşmada və hələ ki qol yoxdur. Neftçala futbolçuları bir epizodda Akşin Əşimovla qola çox yaxın oldular. Sadəcə həmin epizodda son ötürmə dəqiq olmadı. Şıqqayıb top oyuna daxil edir. Şaxtar komandasının mərkəz müdafiəçisi. Eyşən Əliyev. Şıqqayıb yenidən topu qüvvətli zərbə ilə irəliyə vurur. Sərxan Ağayev, İsabala İsrafilov və Sərxan Ağayev yerə yıxılsa da burada qayda pozulmamışdı. Neftçala komandası yeni adı ilə ilk oyununa Azərbaycan 1-ci divizyonunun 16-cı turunda 2011-ci ilin fevral ayının 25-də Sumqayıt kollektivinə qarşı səfərdə meydana çıxıb və 0-2 hesabı ilə məğlub olub məhz. Həmin qarşılaşmada Neftçalanın ilk görüşü məğlubiyyətlə başa çatıb. Komanda qeyd edib ki, ən yaxşı göstərici ilə keçən nail olub 1-ci divizyonda 2-ci yeri tutub. Bundan başqa 2008-2009-cu illər mövsümündə 3-cü yeri, 2005-2006-cı illər mövsümündə 4-cü yeri, 2 dəfə 5-ci yeri, 1 dəfə 6-cı yeri, 1 dəfə 9-cu yeri və 2010-2011-ci illər mövsümündə isə hələ ki ən pis çıxışını edib və həmin mövsümdə 10-cu pillədə qararlaşıb. Neftçala komandası qüvvətli zərbə ilə top irəliyə ötürülür və yan xəttdən Şaxtar futbolçuları topu oyuna daxil edəcəklər.
Qapı qarşısına ötürmə edilir birbaşa. Əsəliyev. İləliyə ötürmə, Akşin Həşimov. Həşimov. Top hələ közündə saxlayır. Sol cinağa ötürmə. Abdulov. Qayda pozulmuyor. Timur İsrafilov cüssəsi ilə rəqibin qarşısını aldı və top indi yan xəttdən oyuna daxil edilir. Sərxan Ağayev etiraz edirdi, ancaq Orxan Məmmədov etirazların əbəs olduğunu bildirir. Qayda pozulmamışdır həmin epizodda. İqrar Səmədov. Faiq Ağarəhimov topu özündən irəliyə buraxır və Neftçala futbolçularında əks üçün Timur İsrafilov. Yan xəttdən topu oyuna daxil edildi Elnur Hüseynov. İsrafilov. İsrafilov. Eyşən Əliyev. Şıqqayıb hazırda topladı və o qüvvətli zərbə ilə topu irəliyə ötürür, lakin ötürmələr dəqiq deyil elə ki. Qayda pozulub yenidən Şaxtar komandasının futbolçusuna qarşı və Orxan Məmmədov sarı vərəqi göstərir. Kimə? 55 nömrəli futbolçu Qeyrət Əliyevə sarı vərəqi göstərir. Görüşün baş hakimi. Oyunda ilk sarı vərəqə məhz Neftçala komandasının futbolçusuna göstərildi. Bəli, məhz bu epizodda Qeyrət Əliyev qaydanı pozmuşdu. İlk hissənin artıq yarısından çoxu belə desək arxada qalıb. 24-cü dəqiqədə görüşdə qapı qarşısına ötürmə. Top uzaqlaşdırıldı. Əsəliyev. Şaxtağın heyətində ən fəallardandır. Vüqar Əsəliyev dayaq yarım müdafiəçisi mövqeyində oynayır və Neftçala komandasının qurduğu hücumların qarşısını ilə mərkəz xəttə almağa çalışır bu futbolçu. Nakim Vəliyev. Qeyrət Əliyev. Hücum istənilən kimi davam etdirilmədi və Musa Rəhimov indi topu komanda yoldaşını ötürməyə çalışdı, lakin bu ötürmədə dəqiq deyil. Rəşad Orucov. İsrafilov. Timur İsrafilov. Top indi yan xəttdən çıxarılır. Və qonaqlar top ona daxil etdilər. Eyşən Əliyev. Şıqqayıb. Ötürmək istənilən kimi alınmır və Şaxtar futbolçularını görək sağ cinahdan necə hücum quracaqlar. İqrar Səmədov. Top qapçı Vaqif Şirinbeyova qədər gəlib çatır. Şaxtar komandasının qol-kiperi. Rəhimov. Top yan xəttdən çıxır. Ötürmələrdə tez-tez səhvlərə yol verir tərəflər və bu da təbii ki oyunun keyfiyyətini bir qədər aşağı salır.
Elmar Yahyabəyov hələ ki topladı. Sabalay İsrafilov. Yahyabəyov hücumu davam etdirir. Və topu ondan alır. Neftçala komandasının futbolçuları. İsrafilov. Top uğruna sona qədər mübarizə aparır hər iki futbolçu və burada Timur İsrafilov rəqibini uduzmadı. Abdulov. Samir Abdulovdan qapı qarşı itirmə. Lakin İqrar Səmədov sayıqlığı əldən vermiş və Vüqar Əsəliyev topu yan xətdən çıxardı. Elnur Hüseynov. Abdülkadir Özlü oynuyor. Öz. Rəqibini keçməyə çalışdı. Qeyrət Əliyev. Qapı qarşısını ötürmə və Şirin Bəyov. Top ələ keçirir. Abdülkadir Öz. Ölkəmizdə ilk olaraq Azal komandasının şərəfini veriyor. Daha sonra Qəbələyə transfer olunub. İndi Neftçalanın kəskin hücumu. Şirin Bəyov topu uzaqlaşdırır. Və vəziyyətdən istənilən kimi istifadə edə bilmir meydan sahibləri. İsabala İsrafilov. Sol canaha uzun ötürmə. Topa çata bilmədi Yusif Sadə. Şahtağı niyyətində əla keçidləri olan futbolçulardandır. Yusif Sadə sürətli oyunu ilə seçilir. Ona elə desək oynamaq imkanı verməyib Neftçala komandasının sağ cinah müdafiəçisi İqrar Səmədov. İrəli ötürmə İqrar Səmədovdan və Orxan Məmmədov burada topu meydandan çıxarır. Dedim ki, görüşün baş hakiminin adı Orxan Məmmədovdur. Neftçala komandasının 4 nömrəli futbolçusu mərkəz müdafiəçisi də Orxan Məmmədovdur. Şaxtar futbolçularının hücumu Faiq Ağa Rəhimov. Ötürmənin qarşısı alınır. Samir Abdulov indi topu özündə saxlayır. Pressing bir nəticə vermədi və qayda pozulur Samir Abdulova qarşı. Çobul oyuna görə Orxan Məmmədov görüşü dayandırdı. Görüşdə artıq 30-cu dəqiqə gedir. Qarşılaşmanın 3də 1 hissəsi başa çatmaq üzrədir. Hələ ki qol yoxdur Neftçala şəhər stadionunda. Hakim indi oyunu dayandırır. Həkimlərin meydana daxil olmasına icazə verir Orxan Məmmədov. Yerə yıxılan oyuncu isə Rəşad Orucovdur. Neftçalanın 22 nömrəli futbolçusu təkrarı bir daha izləyək. Burada Elşən Əliyevlə toqquşdu Rəşad Orucov və ona tibbi yardım göstərildi. İndi ayağa qalxır Neftçalanın 22 nömrəli futbolçusu. Toqquşdu rəqibi ilə və bir qədər zədə almışdı. İndi o kənara çıxaracaq həkimlər tərəfindən. Daha sonra isə çox güman ki meydana qayıdacaq bu futbolçu. Elşən Əliyev. Musa Rəhimov. Qeyrət Əliyev 2 rəqib arasından çıxmağı bacarır. Hücum təhlükəlana bilər. Akşin Həşimov. Geriyə tünə dəqiq deyil.
Bununla belə hücum davam edir. Sol cana ötürmə. Fəxri Abdulov oyundan kənar vəziyyətdədir. Neftçala komandasının sol cinah yarım müdafiəçisi oyundan kənar vəziyyətə düşür. Təkrarla bir daha izləyirik. Məhz bu epizodda oyundan kənar vəziyyət qeydə alındı. Eşən Əliyev oyundan kənar vəziyyət var. Yan xətt hakimi bayrağını havaya qaldırmışdı. Şaxtağ futbolçuları müdafiədəki etibarlı oyunlarına görə hələ ki hesabın açılmasına imkan vermirlər, ancaq rəqib qapısı qarşısında demək olar ki, təhlükəli vəziyyət yarada bilməyib hələ ki qonaqlar. Əvəzində Neftçala komandası isə topa daha çox sahib olur, daha çox hücum edən tərəfdir. İndi Qeyrət Əliyev qaydanı pozdu. Onun passivində sarı vərəqə var, diqqətli olmalıdır. Komandasını azlıqda qoya bilər. Bu futbolçu yenidən Çobud oyunuyla diqqət mərkəzinə düşür. Bəli, hakim onu bu dəfə beləcəyə bağışlayır. Davud Kərimi qapısında diqqətlidir. Neftçalanın qol-kiperi və cərimə zərbəsindən topu oyuna qonaqlar daxil edirlər. 33-cü dəqiqə artıq başa çatmaq üzrədir. İsabala İsrafilov topun yanındadır. Çox güman ki, birbaşa qapıya zərbə indirəcək. Ötürmələr edilə bilər. İsabala İsrafilov birbaşa qapıya zərbə indirir və top qapının üstündən keçdi. Yan xəttdən Faiq Ağarəhimov topu oyuna daxil etməkdir, ancaq İqrar Səmədov ötürür topu və İqrar hazırda altdan topu oyuna daxil etdi. Səmədov qapıya zərbə indirilir, top Davud Kərimidə qaldı. Elə də effektli zərbə alınmır. Kərimi dərhal topu irəliyə ötürür. İsrafilov Səmədov daha bir ötürmə ileriyə doğru. Qeyrət Əliyev hücum davam edir. İsabala İsrafilov əldən vermirlər. Topu meydandan çıxarır Şaxtağ futbolçuları və həkimlərin meydana daxil olmasını istəyir. Görüşün baş hakimi Orxan Məmmədov. Yusifzadə sədələndi bu epizodda. Yenidən burada Qeyrət Əliyev və Neftçala komandasının 85 nömrəli futbolçusu Rüfət Musayev var. Vüqar Əsəliyev ekranlarınıza gəlir. Şaxtağın 3 nömrəli futbolçusu. Hələ ki o çox fəaldır. Qeyd etdiyimiz kimi mərkəzdə rəqibin hücumlarının qarşısını almağa çalışır. Əsəliyev görüşdə isə 36-cı dəqiqə gedir artıq. Təxminən 10 dəqiqə qalıb ilk hissənin başa çatmasına. Meydan sahiblərinin hücumları hələ ki bir nəticə vermir. Elnur Hüseynov topu oyuna daxil edir. Və top yenidən
yan xəttdən çıxarıldı. Yusifzadə də artıq meydana qayıdır. Yenidən yan xəttdən top oyuna daxil edilməlidir. İqrar Səmədov. Timur İsrafilov. Out. Abdülkadir Özə tapşırıqlarını verir. Görüşün baş hakimi Orxan Məmmədov və vəzləmə edilir. Vüqar Əsəriyev meydandan çıxır. Çox güman ki, zədələnmişdi bu futbolçu və o Faiz Əmirquliyevlə vəzlənir. Şahtar futbolçuları topu yan xətdən oyuna daxil edirlər. İqrar Səmədov. Bu dəfə qonaqlar Kobuda oynayıblar. Nakim Vəliyevə qarşı qayda pozulmuşdur. Elnur Hüseynovdan irəliyə uzun ötürmə. Eşən Əliyev. Yusifzadə. Orxan Məmmədov müdafiədə yenidən sayıldı. Əllə oyun qeydə alınır. Qeyrət Əliyev əllə oynamışdı. Həmin epizodda Şahtar futbolçularının daha bir hücumu, lakin ötürmə alınmadı rəqibi. Düşünmədi sanki bu epizodda Şahtar komandasının futbolçusu Elmar Yəhyabəyev və komanda yoldaşı da bir-birlərini düzgün başa düşmədilər. Şıxqayevov. Oyundan kənar vəziyyət var. Açıq-aşkar irəlidə idi bu epizodda. Akşin Həşimov və yan xətt hakimində dərhal bayrağını havaya qaldırdı. Səmədov. Top yan xəttdən çıxarılır. Sonda topu rəqibə vurdu. Orxan Məmmədov Faiq Ağarəhimova topu vuraraq meydandan çıxardı. Elnur Hüseynov. Rəşad Orucov. İrəliyə uzun ötürmə. Şıxqayevov. Şahtarın mərkəz müdafiəçiləri hər ikisi həqiqətən də çox inanlı təsir bağışlayır. Timur İsrafilov və Şıxqayevov. Ağarəhimov. Top uzaqlaşdırılır. Nakim Vəliyev tərəfindən. Yan xəttdən topu oyuna daxil edildi. Abdülkadir Öz. Qayda pozulur. Orxan Məmmədov görüşü dayandırdı. 41-ci dəqiqə başlayır. Qarşılaşmada Neftçala şəhər stadionunda ilk hissədə təxminən son 5 dəqiqə. İrəliyə ötürmə dəqiq deyil. Şıxqayevov topu qüvvətli zərbə ilə yenidən uzaqlaşdırır. Oyundan kənar vəziyyət var burada. Hakim görüşü dayandırmışdı. Elnur Hüseynov.
Abdulovdan əvvəl İqrar Səmədov top meydandan çıxarır. Abşen Hüseynov. Abdulov. Qapı qarşını itirmə. Şirinbeyov top ələ keçirir və ona qarşı qayda pozulmuşdur. Rəşad Orucov tərəfindən. Şirinbeyov topu oyuna daxil etdi, ancaq əllə oyun qeydə alınır. Yahyabeyov əldə oynamışdı. Abdülkadir Öz cərmə zərbəsindən topu oyuna daxil edəcək. Neftçala komandasının müdafiəçilərindən Orxan Məmmədov da rəqibin cərmə meydançasına daxil olur. Öz qapı qarşısını itirmə. Yahyabeyov topu uzaqlaşdırdı. İsrafilov. Rəhimov rəqibi qabaqlayır və burada Samir Abdulov onun köməyinə gəldi. Rəhimov. Yahyabeyov. Səmədov. Abdulov. Daha bir ötürmə irəliyə doğru, ancaq burada oyundan kənar vəziyyət qeydə alınır. Üstəlik Timur İsrafilov da topu meydandan çıxarmışdı. Elşən Əliyev. Yusifzadə. Elindən Elşən Əliyev. Yahyabeyov. Elşən Əliyev. Şahtaq futbolçuları ilk hissənin ortalarından sonra topa sahib olmadan üstünlüyü rəqibdən ala bilib demək olar ki, topa daha çox sahib olan tərəf qonaqlar da, ancaq təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkirlər qonaq komandanın üzvləri. Top yan xətdən çıxarılır. 44-cü dəqiqə artıq yavaş-yavaş başa çatmaq üzrədir. Abdulov istiqamətini itirmə. Çox sürətli İlqar Abdulov cərmə meydançasına daxil olmağa çalışır və küncdən zərb olacaq. İqrar Səmədov onun qarşısını son anda ala bildi. Sonuncu dəqiqə ilk hissənin əsas vaxtı ərzində sonuncu dəqiqə oynanılır. Öz qapı qarşısını ötürmə. Şirinbeyov topu əlindən buraxır, ancaq qayda pozulmuşdur. Vaqif Şirinbeyova qarşı Orxan Məmmədov hava mübarizəsi zamanı kobudluq etmişdi. Şirinbeyov top oyuna daxil etdi. Artıq 45 dəqiqə yekunlaşır. Bir dəqiqə əlavə olundu İlk hissənin əsas vaxtına. Şirinbeyov irəliyə ötürmə. Top yan xətdən çıxar. Səmədov əlavə olunmuş dəqiqə oynanılır Neftçala şəhər stadionunda. Yan xətdən top
düzgün oyuna daxil edilməlidir, yerindən oyuna daxil edilməlidir. Samir Abdulov topa çata bilmir və qayda pozuldu burada. Neftçala komandasının futbolçusuna qarşı sərt oyun var idi. Abdülkadir öz hazırda yerə yıxılıb. Türkiyənin Beşiktaş klubunun yetirməsi də Abdülkadir öz. İndi hücum təşkil edir. Akşin Həşimovdan qapıya doğru qüvvətli zərbə və küncdən zərbə ilə hücumu davam edəcək. Neftçalanın sonuncu cəhd olacaq bu. Abdülkadir öz topu oyuna daxil edir. Cərimə meydançasında Neftçalanın 5 futbolçusu var. Öz qapı qarşıda türmə zərbə endirmək olar və ilk hissəni yekunlaşdırır. Görüşün baş hakimi Orxan Məmmədov ilk 45 dəqiqədə qapılara qol vurulmadı. Neftçala şəhər stadionunda təxminən 12-14 dəqiqəlik fasilədən sonra görüşün ikinci hissəsindən canlı yayımımız davam edəcək. Neftçala komandasının Qəsiyə futbolçularına imkan vermədilər ki, hesabı açsınlar. Görək ikinci hissədə məşqçilər hansı tapşırıqları veriblər, onların nəticəsi necə olacaq? Kamran Əlibabayev və Kamal Ələkbərov. Hər iki komandanın baş məşqçisi çox güman ki, fasilədə lazımı tapşırıqları verib futbolçulara və bu tapşırıqları dəqiq yerinə yetirən tərəf görüşü qələbə ilə başa vura bilər. Hər halda qarşıda 45 dəqiqəlik mübarizə var və hər iki tərəfin fərqlənmək üçün kifayət qədər imkanları olacaq. Ümid edirik ki, ilk hissədən daha maraqlı, daha gərgin, qarşılıqlı hücumlarla zəngin, qapılar qarşısında təhlükəli vəziyyətlərlə zəngin bir ikinci hissə izləyərik. Hələ ki, ikinci hissə start götürməyib. Heyətlərlə bir daha tanış olaq. Şahdağ komandasında heyət Vücudi 1, Vaqif Şirinbəyov, 15 Timur İsrafilov, 6 Şıqqayıb, 17 Elşən Əliyev, 8 İqrar Səmədov, 7 Faiz Əmirquliyev, 11 Yusifzadə, 14 Faiq Ağa Rəhimov, 10 Elmar Yəhyəbəyov, 9 İsabala İsrafilov, komandanın kapitanu və 20 Sərxan Ağayev, komandanın baş məşqçisi Kamran Əlibabayevdir. Neftçalanın niyyəti 12 Davud Kərimi, 4 Orxan Məmmədov, 5 Musa Rəhimov, 10 Abdülkadir Öz, 13 Nakim Vəliyev, 17 Elnur Hüseynov, 20 Akşin Həşimov, 22 Rəşad Orucov, 33 Samir Abdulov, 55 Qeyrət Əliyev və 85 Rüfət Musayev. Neftçala futbolçuları hücuma atılırlar, sağ cinaha ötürmə dəqiq olmadı. Yəhyəbəyov topu sağ cinaha ötürür və burada Neftçala futbolçuları yerindən top ələ keçirirlər. Hücum təhlükəli ola bilər, lakin ötürmə dəqiq olmadı sonda. Orxan Məmmədov Qeyrət Əliyev topu bir qədər sağa ötürür. Bu arada Ceyhun Cavadov oyuna daxil olub.
Neftçala komandasında Rəşad Orucov qapı qarşısını ötürmə edir. Timur İsrafilov sayıqlığı əldən vermədi. Neftçala futbolçuları top hələ ki özlərində saxlamağa çalışırlar. Yahya Beyov meydanın mərkəzini keçməyə çalışır. İrəliyə uzun ötürmə. Davud Kərimi burada rəqibi qabaqlayaraq topu uzaqlaşdırır. Ruslan Məmmədov bu arada oyuna daxil olub. 24 nömrəli futbolçu məhz Şaxtağ komandası niyyətində. Şıqqayevov topu uzaqlaşdırır bu dəfə. Mübarizə devam edir. Top uğrunda. Faiz Əmirquliyevdən sol cinaha uzun ötürmə. Musa Rəhimov Elşən Əliyev Sərxan Ağayev və küncdən zərbə olacaq. Şaxtağ futbolçuları küncdən zərbə ilə topu oyuna daxil edəcəklər. İsabala İsrafilov topu dərhal oyuna daxil etdi. Yusif Sadə qapı qarşı ötürmə. Zərbə indirilir və qapıcı Davud Kərimi topu ələ keçirdi. Qeyrət Əliyev dəqiqət gedir görüşdə və burada Qeyrət Əliyev qaydanı pozdu. Onun pasivində sarı vərəqə var əziz tamaşaçılar. Bunu bir daha xatırladaq. Diqqətli olmalıdır. Cərimə zərbəsindən top oyuna daxil edilir. Orxan Məmmədov topu uzaqlaşdıra bilmədi. Yusif Sadə isə Rəşad Orucovu keçməkdə çətinlik çəkir. İsrafilov Yahya Beyov topu geri götürür. Alınmadı Şaxtağın hücumu. Elşən Əliyev topu qəbul edə bilmədi və qayda pozur. Daha sonra Elşən Əliyev qaydanı pozur. Məhz bu epizodda kobudluq qeydə alındı. Vaqif Şirinbəyov topu qapıdan zərbə ilə oyuna daxil edir.
Yahyabəyov. Ötürmə alınır və indi təhlükəli hücum ola bilər. Lakin müdafiəçi son anda qarşısını alır. Məhz hücuma atılan futbolçu Faiq Ağarəhimov idi, lakin son anda qeyd etdiyimiz kimi müdafiəçi onun qarşısını aldı. Küncdən zərbə ilə top oyuna daxil ediləcək. Yusifzadə hazırda küncdən zərbə ilə topu oyuna daxil etməyə hazırlaşır. Maçda isə 52-ci dəqiqə gedir. Qapı qarşısına ötürülür top. Işıq Qayıbov bitirməsinin qarşısı alınır. Elşən Əliyev topu rəqibə vermədi. Üstəlik ona qarşı qayda pozulmuşdu. Təkrarı bir daha izləyirik. Bu epizodda kobud oyun var. Təhlükəli hücum ola bilər. Qapıya zərbə indirilir və top dirəyin yanından keçdi. Və 11 metrlik cərimə zərbəsi təyin edilir. Neftçala komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edilir. Qırmızı vərəqə kimə göstəriləcək? Orxan Məmmədova. Hazırda diqqət etiririk. Sarı vərəqə göstərildi əvvəlcə. Ancaq baş hakimin əlində eyni zamanda qırmızı var. Deməz bu epizodda qayda pozuldu. Orxan Məmmədov qırmızı vərəqə göstərdi deyəsən qapçıya. Bəli, Davud Kərimi kənara gəlir, meydandan qovuldu. Davud Kərimi sarı vərəqə isə səhv etmirəmsə kapitan Akşin Həşimova göstərildi. Neftçala futbolçuları çətin vəziyyətdə qalacaqlar. Təbii ki, bu durum meydan sahiblərini çətin vəziyyətə salacaq. Ehtiyat qapıcı Fuad Əhmədov oyuna daxil olmağa hazırlaşır. Daha bir tanınmış qapıcı Inter klubunun yetirməsi Simurqun heyətinə də çıxış etdi Fuad Əhmədov və hazırda Neftçala komandasında ehtiyat qapıcıdır. O meydana daxil olacaq. Kimin əvəzinə? Bu arada Şaxtaq komandasının futbolçusu deyəsən oyunu davam elətdirə bilməyəcək. Hakim indi. Təbii ki, futbolçunun meydandan çıxarılmasını gözləyir. Xərəkdə meydandan çıxarılır və görüşü izləyənlər arasında Ramin Musayev də var, əziz tamaşaçılar. PFL-in rəhbəri, PFL rəhbəri görüşü canlı izləyənlər arasındadır. Və 56-cı dəqiqə gedir qarşılaşmada. Penalti yerinə yetiriləcək. Meydandan Qeyrət Əliyev çıxır. Neftçala komandasının 55 nömrəli futbolçusu. Əvəzində Fuad Əhmədov oyuna daxil olur. Görək golkiper komandasını xilas edə biləcəkmi? Hər halda penaltini dəf edərsə Fuad Əhmədov Neftçalanın çətin vəziyyətdən çıxmasına kömək olacaq. Daha sonra isə 10 nəfərlə mübarizə aparmaq qalır ki, təbii ki, bunda da meydan sahiblərinin üzərinə böyük iş düşəcək. Fuad Əhmədov qapıdadır və Orxan Məmmədov işarəsini verir.
Yusifzadə zərbə indirir və top qapıdan keçdi. Top qapıdan keçir, oyunda hesab 57-ci dəqiqədə açılır. Yusifzadə topu Neftçala komandasının qapısından keçirir. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi. Şahdağın 11 nömrəli futbolçusu. Təkrarı bir daha izləyək. Fuad Əhmədov zərbənin istiqamətini düzgün müəyyənləşdirdi. Topun gedəcək istiqaməti düzgün müəyyənləşdirdi. Ancaq komandasını qoldan xilas edə bilmədi. Yerdən oyuna mərkəzdən başlayır. Meydan sahibləri Ceyhun Cavadov. Topu komanda yoldaşına düzgün ötürə bilmədi və indi Şahdağın daha bir hücumunun şahid olacaq. İsabala İsrafilov. Elnur Hüseynov top meydandan çıxarır. Yahyabəyov. Qayda pozulur Ruslan Məmmədova qarşı və növbəti cərimə zərbəsi olacaq. Oyuna sonradan daxil olub Ruslan Məmmədov və ona qarşı Elnur Hüseynov kobud oynamışdır. Əvəzləmə edilir bu arada Şahdağın heyətində və Sərxan Ağayev oyunu davam etdirə bilmədi. Onun əvəzinə isə Zahid Tayyibov oyuna daxil olur. 58-ci dəqiqə başa çatmaq üzrədir. Şahdağ futbolçular cərimə zərbəsi ilə qapı qarşı ötürmə və Fuad Əhmədov Şıxqayevin qarşısını alır. Rüfət Musayevdən irəli ötürmə. Out. Top yan xəttdən çıxır. Şıxqayevova qarşı və Nəşimova diqqətli olmasını istəyir. Daha doğrusu qaydana Şahdağ komandasının futbolçusu pozmuşdu. Cərimə zərbəsi yerinə yetirilir. Ceyhun Cavadov topun yanındadır. Vaqif Şirinbəyov komanda yoldaşlarına tapşırıqlarını verir. Canlı sətdə 2 futbolçu var. Cavadov qapı qarşı ötürmə, zərbə indirmək var. Zərbə indirilir, ancaq zərbə istənilən kimi alınmadı Neftçala komandasının futbolçularından. Musa Rəhimov. Cavadov Yusifzadə topu irəli ötürür və burada Zahid Tayyibovun qarşısını aldı. Musa Rəhimov Yusifzadə yan xəttdən top oyuna daxil edir. Daha doğrusu bu Eyşən Əliyevdir. Topu məhz Eyşən ötürdü. Daha sonra Yusif Tayyibov, Eyşən Əliyev, Zahid Tayyibov rəqibini keçir. Zahid Tayyibov qapı qarşı ötürmə etmiyorlar. Ötürmə edilir və müdafiəçilər son anda topu uzaqlaşdırırlar. Şahdağ futbolçuları hücumların kəsərini artırırlar qoldan sonra. Davud Kəriminin meydandan qovulmasından sonra həm penaltini dəqiq yerinə yetirdi qonaqlar, həm də daha sonra üstün tərəfə çevrilirlər artıq. Sağ canaha ötürülür top. Can xəttdən meydan sahibləri dərhal top oyuna daxil etdilər. Və qayda pozulur. Rəşad Orucova qarşı. Kobudluq qeydə alındı və cərimə zərbəsindən məhz
Neftçala futbolçulara. Topu oyuna daxil edirlər. Savala İsrafilov. Topun qarşısına almağa çalışır. Qapı qarşısına ötürmə və müdafiəçilər sayıqlığı əldən vermirlər. Qayda isə pozulur. Timur İsrafilova qarşı çobud oyun var idi. 62-ci dəqiqə oynanılır. Qarşılaşmada hesab 1-0 Şahdağ komandasının xeyrinədir. Penaltidən fərqlənib. Şahdağ futbolçuları Yusifzadə hələ ki yeganə qolun müəllifidir. Yusifzadə rəqibini ikinci dəfə keçməyə çalışır və daha sonra da qaydanı pozur. Musa Rəhimov topu qüvvətli zərbə ilə irəliyə vurur. Faiz Əmirquliyev top itirdi. Akşin Həşimov rəqibini keçir. Sarışın hakimlərin qarşısında Eşən Əliyev aldı. Həşimov hücumu devam edir. Neftçala komandasının qapı qarşısını itirməyə və Küncdən zərbə olacaq. 64-cü dəqiqə başlayır. Akşin Həşimov komandasına küncdən zərbə qazandırır. Rəşad Orucov daha bir ötürmə. Qapı qarşısına Eşən Əliyev. Vəliyev hücumu təhlükəli ola bilər Neftçala futbolçularının. Akşin Həşimov cərimə meydançasındadır. Ceyhun Cavadov yerə yıxılır və hakim indi oyunu dayandırdı. Hakim oyunu dayandırır. Yan xətt hakimi görək. Hansı qərarın verilməsinə şərait yaradacaq? Təbii ki, baş hakimə fikrini bildirdi. Orxan Məmmədova və cərimə meydançasının xətti üzərindən cərimə zərbəsi yerinə yetiriləcək. Topun yanında Hafiz Əliyev var. O da oyuna daxil olanlar arasındadır ikinci hissədə. Təcrübəli futbolçu Hafiz Əliyev Turan komandasının kapitanı idi bu futbolçu. Qapı qarşısına ötürmə və son anda Vaqif Şirinbəyov komandasını qoldan xilas edir. Təkrar bir daha izləyək. Şirinbəyov topun qapıya getməsinə imkan vermir. Daha bir ötürmə qapı qarşısına. Hücumu devam edir Neftçalanın. Və kəskin əks hücum indi alına bilər. Məmmədov cərimə meydançasını ötürmə. Faiz Əmirbəyov. Musa Rəhimov. Burada sayıqlığı əldən vermir. Rüfət Musayev ilk hissədə hücum mövqeyində oynayırsa, indi artıq o geriyə çəkilib, bir qədər dayaq yarım müdafiəçisi mövqeyində çıxış edir. Təbii ki, Davud Kəriminin meydandan qovulması planda yox idi və bundan sonra Kamal Ələkbərov məcburi dəyişikliklərə getməli oldu və hazırda Neftçala futbolçular hücum təşkil edirlər. Rüfət Musayevin
qüvvətli zərbəsi elə də təhlükəli olmur. Qapıdan zərbə ilə Vaqif Şirinbəyov topu oyuna daxil edir. 67-ci dəqiqə oynanılır qarşılaşmada. Ceyhun Cavadov. Musayev. Və top yan xəttdən çıxarılır. Tayibov. Sol canaha. Ötürmə. İsrafilovdan Yusif Sadə. Daha bir zərbə, lakin top toru yandan silkəliyir. Yusif Sadənin zərbəsindən sonra. Fuad Əhmədov komanda yoldaşlarının rəyə getməsini istəyir. Eşən Əliyev. Hələ ki Şahdağın elində ən fəallardandır. Futbolçu sağcına müdafiəçisi Hakim Vəliyevə qarşı qaydanı pozur. İsabala İsrafilov. Musa Rəhimov. Topu irəliyə ötürür. Yahyabəyov. İsabala İsrafilov. Bitirmə dəqiqə olmalı. Vəliyev. Hafiz Əliyevdən irəliyə ötürmə və top qapçı Vaqif Şirinbəyovda qalır. Neftçalın hücumları hələ ki nəticə vermir, üstəlik azlıqda mübarizə aparır meydan sahibləri. Hakim Vəliyev. Vəliyev. Hafiz Əliyev. Topu itirir. Hafiz Əliyev və indi Hüsarın. Hücumu istənilən kimi alamadı. Daha bir ötürmə irəliyə doğru. Zahid Tayibov. Topu meydanda saxlayır. Top meydana çıxmayıb hələ ki. Faiz Əmirquliyev. Əmirquliyev mübarizəni davam etdirir. Ona qarşı pressing var. Ceyhun Cavadovdan. İsrafilov. Topu meydanda saxlaya bilmir. Musa Rəhimov. Hakim Vəliyev. Bitirmə dəqiq olmadı. Yahyabəyov. Cərimə meydançasını ötürmə. Hakim Vəliyev. Bu dəfə də topu uzaqlaşdıra bilir. Yahyabəyov. Sağcına ağız. Fiziki cəhətdən yaxşı mübarizə aparır. Şahdağ futbolçuları və Yusif Sadə qaydanı pozur. Hələ ki oyunda vurulan yeganə qolun müəllifidir Yusif Sadə. Burada kobudluğu qarşılaşmada Musa Rəhimov. Topu saxlaya bilmədi Yusif Sadə cərimə meydançasına daxil olur. Qapı qarşı ötürmə, zərbə indirmiyorlar. Zahid Tayibov və gol! Zahid Tayibov hesabı 2-0 edir. Oyuna sonradan daxil oldu. Bu futbolçu və fərqi artırır görüşün 71-ci dəqiqəsində.
Yusif Yusifzadə ilk qolun müəllifi. İkinci qolda da çox fəal iştirak etdi bu futbolçu. Təbii ki, qapıçını günahlandırma olmaz. Orxan Məmmədov bir qədər sayıqlığı əldən verdi. Nəticədə Zahid Tayyibov topu qapıdan keçirir. ...20 dəqiqə vaxtı var. Neftçala komandasının təbii ki, məğlubiyyətdən xilas olmaq üçün. Akşin Əşimovun zərbəsi alınır və daha sonra müdafiəçilər topu meydandan çıxarırlar. Neftçalanın kapitanı yerə yıxılıb. Yan xəttdən top oyuna daxil edildi. Qapı qarşısını ötürmə. Zərbə indirilir və müdafiəçilər bu zərbənin dəqiq olmasına imkan vermirlər. Out. Top artıq yan xəttdən çıxmışdı. Daha bir təhlükəli əks hücum ola bilər, ancaq topa çatmaq mümkün olmur. Ruslan Məmmədov topa çata bilmədi. Yahyabəyov rəqibini keçməyə çalışırdı, ona qarşı qayda pozuldu. Elmar Yahyabəyova qarşı kobudluq var idi. İsrafilov. Elmar Yahyabəyov. Qayda pozulmayıb bu dəfə. Eşin Əliyev. Şıqqaybov. İrəliyə. Uzun ötürmə. Musa Rəhimov. Qapıcısı. Fuad Əhmədovla oynadı. Rəhimov. Rəşad Orucov. İrəliyə ötürmə. Çox sürətli alınır. Və nəticədə hücumu istənilən kimi yekunlaşmır. Meydan sahibləri indi yenidən hücum təşkil etməyə çalışırlar, lakin alınmadı. İsabala İsrafilov hücumu davam etdirir. Ruslan Məmmədovla oynayır. Məmmədov. Yanında komanda yoldaşı var. Ötürmə qapı qarşısına, lakin dəqiq olmur. Yahyabəyov. Hakim Vəliyev onun qarşısını alır. Faiz Əmirquliyev. Qayda pozulub. Ceyhun Cavadov tərəfindən dərhal top oyuna daxil edildi. Yahyabəyov. Onun qarşısını Musa Rəhimov alır və dərhal da irəliyə ötürüm edir, ancaq Neftçalanın hücumları bir nəticə vermir. İqrar Səmədov hücumu davam etdirə bilmədi. 76-cı dəqiqə qarşılaşmada və hələ ki hesab 2-0 Şahdağın xeyrinədir. Qayda pozulub.
kobud oyun var və bu dəfə cərimə zərbəsindən topu oynamaz qonaqlar daxil etməlidirlər. Bu qələbə sayəsində Şaxtaq futbolçuları düzdür, turnir cədvəlində 3-cü pillədə qalacaqlar. Xallarının sayını 38-ə çatdıracaqlar və fərqi Neftçala ilə 7 xala indirə biləcəklər. Ancaq Neftçala komandası qələbə qazanacağı təqdirdə çox böyük irəliləyiş ola bilərdi. Turnir cədvəlində 2-ci pilləyə komanda yüksələ bilərdi. Lakin hələ ki 0-2 hesabı ilə uduzur meydan sahibləri və 10 nəfərlə mübarizə aparırlar. Neftçala futbolçuları bu vəziyyətdən çıxmaq çox çətin görünür. Çünki Şaxtaq komandası artıq özünə inam qazanıb, üstünlükdən yararlanıb ötürə bilmədi. Rüfət Musayev Abdulov qapı qarşısına türmə Şıx Qayıbov topu uzaqlaşdırdı. Yusif Sadə topu sol canaha ötürüb yenidən Yusif Sadə ilk qolun müəllifi Yahya Bəyov onun qarşısını Rəşad Orucov ala bildi. Hafiz Əliyev Vəliyev Samir Abdulov Nakim Vəliyev Yahya Bəyov qaydanı pozdu Nakim Vəliyevə qarşı və cərimə zərbəsini Neftçala futbolçular yerinə yetirirlər. Ötürmə alınmır istənilən kimi. Şaxtaq futbolçuları görüşün son 10 dəqiqəsində də hücum edən tərəf kimi görünür hələ ki. Üstünlükdən yararlanmaq niyyətindədir. Rəqib həm azlıqda da, həm də hesabda geridədir. Cavadov qayda pozulub. Akşin Əşimova qarşı qayda pozulmuşdu Faiz Əmirquliyev tərəfindən. Cərimə zərbəsi yerinə yetiriləcək. Orxan Məmmədov isə canlı səddi lazımi məsafəyə çəkir. İşarə verilir. Qapıya doğru birbaşa zərbə indirildi, lakin Vaqif Şirinbəyov yerindədir. Ceyhun Cavadovun zərbəsi elə də effektli alınmır. İsrafilov Yahya Bəyov topu sağ canaha düzgün ötürə bilmir. 81-ci dəqiqə, son 10 dəqiqə qarşılaşmada. Şirinbəyov Məmmədov
rəqibini keçə bilmir. Top yan xəttdən çıxarıldı. Musayev tərəfindən. Yenidən top yan xəttdən ona daxil ediləcək. Yahyabeyov. Fərqli qərar gözləyirdi, lakin hakim topun yan xəttdən ona daxil edilməsini istəyir. Əmirbəyov. İrəliyə ötürmə, oyundan kənar vəziyyət var. Fuad Əhmədov hərçən ki topu meydandan çıxarmışdı. Eyni zamanda oyundan kənar vəziyyətdə qeydə alınıb. Musa Rəhimov. Rəşad Orucova qarşı Yusifzadə qaydanı pozub. Qayda pozulmuyor. Şahdağın kəskin əkçicumu təhlükəli ola bilər. Sağ canaha türmə Əmirbəyov. Hücumu devam edir. Faiz Əmirbəyov. Rəqibinin növbəti dəfə keçə bilmədi. Hakim Vəliyev müdafiədə. Rəşad Orucov. Rəqibini keçə bilmir Rəşad. Neftçalanın hücumu devam edir. Rüfət Musayevlə. Qayda pozulub. Kobudluğu qeydə alır Orxan Məmmədov. Görüşdə isə artıq 84-cü dəqiqə başlayır. Hafiz Əliyevə qarşı qayda pozulmuşdu. Qapı qarşısına ötürmə edilir. Şirinbəyov topu uzaqlaşdıra bildi. Daha bir ötürmə. Bu dəfə də Şirinbəyov topu tutur və eyni zamanda qayda pozulur. Sarı vərəqə göstərilir. Eyni zamanda penalti təyin edirlər samaxaçılar. Orxan Məmmədov Şahdağ komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edir. Məhz bu epizodda Neftçala komandasının müdafiəçisinə qarşı, Orxan Məmmədova qarşı qayda pozulur. Görüşdə ikinci penalti olacaq. İlk penaltini Yusifzadə dəqiq yerini yetirmişdi. Bu dəfə isə qonaqların qapısına penalti təyin olunur. Təkrarı bir daha izləyək. Bəli, burada İqrar Səmədov qaydanı pozmuşdur. Və nəticədə 11 metrlik cərimə zərbəsi təyin edilir. Vaqif Şirinbəyov görək qapıda necə dayanacaq. Təbii ki onun zədəsi var idi və indi axsıyaraq öz yerini tutur. Penalti yerinə yetirilir. Görüşdə 86-cı dəqiqə. Qapıya doğru zərbə indirilir və artıq hesab bərabərdə samaxaçılar. Akşin Həşimov fərqi minimum endirir. Penaltidən fərqi minimum endirdi. Qarşılaşmanın 86-cı dəqiqəsində kapitan cari çempionatda 12-ci qolunu vurur. Təkrarı bir daha izləyək. 11 metrlik cərimə zərbəsini məhz bu cür yerinə yetirir.
Neftçala komandasının kapitanı Şirinbeyev çox çalışsa da komandasını qoldan xilas edə bilmədi. Şaxtaq futbolçuları mərkəzdən top oyuna daxil etdilər. Yahyabeyov, İsrafilov, sol cinaha ötürmə, Yusifzadə özü zərbə endirir və top dirəyin yanından keçdi. Yusifzadə gol vurmağa yaxın olur. Görüşün 87-ci dəqiqəsində təkrara bir daha izləyək. Top qapıdan azca aralı keçdi. Təbii ki, qoldan sonra ruhlana bilər Neftçala futbolçuları və bərabərlik qolunda vura bilər. Meydan sahibləri daha inamlı oynamalıdırlar. Bunun üçün top can xəttdən oyuna daxil edilməlidir. Musa Rəhimov qapı qarşısına özünü ötürmə. Müdafiəçilər sayıqlığı əldən vermirlər. Ceyhun Cavadov sol cinaha ötürmə. Rüfət Musayev topa çatır. Qayda pozulub. Şotda İqrar Səmədova qarşı qayda pozulub. Səksən 8-ci dəqiqə yekunlaşmaq üzrədir və artıq hesab 2-1'dir. Son dəqiqələrdə təbii ki, Şaxtaq futbolçuları daha çox hesabı qorumağa çalışacaqlar. Meydan sahibləri isə bərabərlik qolunu vurmağa təbii ki, çalışacaqlar. Yusifzadə Nakim Vəliyev İrəli ötürmədir, oyundan kənar vəziyyət. Akşin Əşimov oyundan kənar vəziyyətdədir. Qüvvətli zərbə ilə top irəli ötürülür. Samir Abdulovsən hücumu istənilən kimi davam etdirə bilmədi. 90-cı dəqiqə başlayır artıq qarşılaşmada. Görək əsas vaxtda neçə dəqiqə əlavə olunacaq, hər halda 4 dəqiqə. Bəli, əsas vaxtda 4 dəqiqə əlavə olunacaq. Görüşün etkili hakimi hazırda tablonu nümayiş etdirməyə hazırlaşır. Vəliyev Orxan Məmmədov irəliyə uzun ötürmə. Rüfət Musayev qapı qarşısına ötürülür top və müdafiəçilər təhlükəni uzaqlaşdırdılar. Vəliyev top itirir, indi təhlükəli əks hücum ola bilər. Şaxtaq futbolçularından Yusifzadə topa çatır, lakin Musa Rəhimov onun qarşısını aldı. Rəhimov Akşin Əşimov sürət yığır. Əşimov Neftçala futbolçuları hesabı bərabərləşdirmək üçün irəli atırırlar. Akşin Əşimov rəqibini keçməyə çalışır.
Əşimov. Qapı qarşısında ötürmə. Hücum davam edir. Zərbə endirmək olar, lakin son anda top meydandan çıxarılır. Küncdən zərbə ilə top oyuna daxil edilir. Əlavə olunmuş ikinci dəqiqədir qarşılaşmada. Hafiz Əliyev qapı qarşısında ötürülür top. Şirinbeyev topu uzaqlaşdırdı. Zərbə endirmək olar. Hücum davam edir. Daha bir cəhd. Zərbə endirilir və son anda top qapıdan keçmədi. Çox maraqlı davam edir görüşün son saniyələri, son dəqiqələri. Yusifzadə topu uzaqlaşdırır. Qüvvətli zərbə ilə. Fuad Əhmədov. Akşin Əşimov. Topa çatdırır özünü. Cavadov. Orucov. Rəşad Orucov. Və qayda pozuldu. Çovudluq var idi və Orxan Məmmədov indi cərimə zərbəsi təyin edir. Sarı vərəqə Ceyhun Cavadova göstərilir. Şahdağ komandasının futbolçusu hələ ki ayağa qalxa bilmir. Bu Yusifzadədir. Bəli, bilərəkdən rəqibi yerə yıxmışdı Yusifzadəni. Ceyhun Cavadov. Hər iki futbolçuya xəbərdarlıq edir. Əlavə olunmuş 4-cü dəqiqə oynanılır qarşılaşmada. Cərimə zərbəsi yerinə yetirilir. Elçala futbolçular tərəfindən Hafiz Əliyev qapı qarşısına ötürmə edir və Elşən Əliyev topu meydandan çıxardı. Küncdən zərbə olacaq. Artıq görüşün son anlarıdır. Qapı qarşısına ötürmə. Daha bir küncdən zərbə olacaq. Artıq Fuad Əhmədov da Neftçala komandasının qapıçısıdır. Rəqibin cərimə meydançasıdır və sonuncu imkan adlandırma olar buna. Ceyhun Cavadov qapı qarşısına ötürmə edildi. Cavadov və qayda pozulur. Daha bir qayda pozuntusu. Hafiz Əliyev topu oyuna daxil edir. Qapı qarşısına ötürmə. Son anda Şirinbeyev topu uzaqlaşdırdı. Və Orxan Məmmədov görüşün final fitrini səsləndirir əziz tamaşaçılar. Neftçala Şahdağ qarşılaşması yekunlaşır. Görüş Şahdağ komandasının 2-1 hesablı qələbəsi ilə başa çatdı. Davud Kəriminin meydandan qolmasından sonra penaltini Yusifzadə dəqiqə yerinə yetirir. Daha sonra qolları hazırda izləyirik. Zahid Tayyibov hesabı 2-0-a çatdırdı. Oyunun son dəqiqələrində penaltini dəqiq yerinə yetirən Neftçalanın kapitanı Akşin Əşimov hesabı 2-1 edir və həmin qol oyunda vurulan sonuncu qol olur. Beləliklə tamaşaçılar Neftçala şəhərindən canlı yayımız yekunlaşır. Yayımın rejissoru Teyyub Məmmədov idi. Görüşü isə sizə mən Ramiz Mirzəzadə Şərifdim. Sağ olun, salamat qalın.